Müğənni Elvin Babazadə Rusiyadan deport olunub. Bugün TV xəbər verir ki, bunu aparıcı prodüser Tarix Əliyev öz verilişində deyib. Gənc müğənni Elvin Babazadə Rusiyadan 20 illik deport olunub. Onun yolu hələ təzə açılmışdı, pul qazanırdı. Necə sevinə bilərsiniz ki, o deport olunub? Allah heç bir müğənniyə belə bir şey qismət eləməsin. Hətta danışmadıqlarıma da bunu arzulamıram. Hamı çörək pulu üçün ora gedir. Maraqlısı da budur ki, keçərli heç bir səbəb də yoxdur. Sadəcə Elvindən xoşları gəlməyib deyə Toylik qeyd edib. Hüsniyyə Salmanova, Bugün TV.